Edvard Grieg 1843-cü ilin 15 iyun tarixində Norveçin böyük dənizkənarı Bergen şəhərində anadan olmuşdur. Griegin Şotland mənşəli atası Britaniya konsulu vəzifəsində çalışırdı. Griegin Norveç mənşəli anası pianoçu olmuş, tez-tez Bergen konsertlərində iştirak etmişdi. Grieglər ailəsində musiqi ilə məşğuliyyət ön planda olmuşdu. Bu, kiçik Edvarda musiqiyə marağın yaranmasında mühüm rol oynamışdı. Griegin anası onun ilk müəllimi olmuşdu. Anasının səy nəticəsində Edvard Mozartın yaradıcılığına böyük maraq göstərir. Mozartın yaradıcılığı Grieg üçün həmişə sevinc mənbəyi və məzmun dərinliyinin və forma gözəlliyinin yüksək nümunəsi olmuşdu. Artıq uşaqlıq illərində Edvard musiqi bəstələmək sahəsində ilk addımlarını atır. 12 yaşında Grieg özünün ilk fortepiano əsərini, fortepiano üçün Alman mövzusunda variasiyanı bəstələyir. 1858-ci ildə məktəbi bitirdikdən sonra konservatoriya təhsili almaq üçün Leipzigə səfər edir. Griegin Leipzig konservatoriyasında təhsil illəri başlayır. 50-ci illərdə Almaniyada olan bu konservatoriya onun əsasını qoyan Mendelssohn'un sağlığında yaradıcılıq atmosferini itirmiş vəziyyətdə olur. Bu illəri xatırlayan Grieg, konservatoriyada tədrisin mənfi tərəflərindən, köhnəpərəstlikdən, tədrisin sistemsizliyindən söz açırdı. Bununla yanaşı Leipzig dövrü Griegin musiqiçi kimi formalaşmasında mühüm mərhələ sayılır. O, burada tanınmış pianoçu Moscheles-dən digər müəllimi, Schumannın dostu pianoçu Wenzel'dən, nəzəri fənləri isə o dövrdə məşhur olan Gautzmanndan alır. Bütün bunlarla yanaşı Griegin formalaşmasında Bach'ın, Mendelssohn'un və Schumannın yaşadığı şəhərin, Leipzigin musiqi mədəniyyəti böyük rol oynayır. Leipzig Griegin qarşısında musiqinin böyük dünyasını açır. 1862-ci ildə Grieg konservatoriyanı bitirir. Avropa musiqi təhsili almış Grieg vətəni Bergenə qayıdaraq burada işləmək arzusunda olur. Lakin Bergenin zəif inkişaf etmiş musiqi mədəniyyəti gənc musiqiçini qane etmədiyindən 1863-cü ildə Grieg Kopenhagenə, o vaxtki Skandinaviyanın musiqili həyatının mərkəzinə gedir. Skandinaviya illəri Griegin yaradıcılığında mühüm mərhələyə çevrilir. İlk növbədə Grieg Skandinaviya ədəbiyyatı və incəsənəti ilə təmasda olur. O, burada məşhur şair və nağıl yazarı Hans Christian Andersenlə tanış olur. Bu dövrdə Grieg Andersenin və romantik şair Andreas Munch'un mətnlərinə mahnılar bəstələyir. Kopenhagendə Grieg gələcək həyat yoldaşı, onun əsərlərinin gözəl interpretatoru, vokalçı Nina Hagerup'la tanış olur. Bu iki musiqiçinin yaradıcılıq birliyi onların həyatlarının bütün birgə yaşayış dövrünü əhatə edir. Griegin mahnı və romanslarını ifa edən vokalçı xanım, bəstəkarın yüksək bədii kriteriyalarını təcəssüm etdirirdi. Bəstəkarlıq ustalığını mükəmməlləşdirmək arzusu Griegin məşhur Daniya bəstəkarı, orqan ifaçısı, pedaqoqu, konsert cəmiyyətinin rəhbəri, bəstəkarların Skandinaviya məktəbinin başçısı Niels Gadeyə müraciət etməsinə səbəb olur. Grieg üçün gənc Norveç musiqiçisi Ricardo Nordraak'la tanışlığı böyük əhəmiyyət kəsb edir. Nordraak'la tanışlıq Griegin estetik baxışlarını möhkəmlətməklə yanaşı həm də formalaşdırır. Gənc bəstəkarların milli musiqinin inkişafına yönələn cəhdləri təkcə onların yaradıcılığında xalq musiqisi ilə bağlılıqda deyil, həm də Norveç musiqisinin təbliğində ifadə olunurdu. 1864-cü ildə Grieg və Nordraak Daniya musiqiçiləri ilə birlikdə Skandinaviya bəstəkarlarının əsərlərinin təbliği ilə məşğul olan Yevterma adlı musiqi cəmiyyəti yaradırlar.
Bu, Griegin bütün ömründən keçəcək böyük musiqili ictimai maarifpərvərlik fəaliyyətinin başlanğıcı idi. Kopenhagendə yaşadığı dövrdə Grieg bir çox musiqi əsərləri, poetik şəkillər və yumoristikalar, fortepiano üçün sonata və birinci skripka sonatasını, mahnıları yazır. İncə, lirik, poetik şəkillərdə milli cizgilər hələ çox ürəksiz hiss olunurdu. Üçüncü pyesin əsasında duran ritmik fiqur çox vaxt Norveç xalq musiqisində rast gəlinirdi. Bunlarla eyni vaxtda fortepiano və birinci skripka sonataları yaranır. Fortepiano sonatasına xas olan dramatizm və coşğunluq Schumann romantikasının zahiri əksi kimi zənn edilir. Bununla belə skripka sonatasının işıqlı lirizmi, himniliyi, parlaq rəngləri Grieg üçün tipik olan obraz quruluşunu aşkar edir. 1866-cı ilin payızında Grieg, Norveçin paytaxtı Kristianiyada Norveç bəstəkarlarının nailiyyətlərinə həsr olunmuş hesabat konserti təşkil edir. Norveçin musiqi mədəniyyəti uğrunda mübarizədə Grieg 1871-ci ildə Musiqi İfaçılar Cəmiyyətini təşkil edərək, şəhərin konsert həyatını fəallaşdırmaq, Norveç musiqiçilərinin yaradıcılıq imkanlarını üzə çıxarmaq niyyətini həyata keçirirdi. Griegin bu illərdə yaradıcılığı tam yetkin səviyyəyə çatır. O, fortepiano konsertini və skripka və fortepiano üçün ikinci sonatasını, onun üçün sevilən fortepiano musiqisinə çevrilən lirik pyeslərinin birinci dəftərini yazır. Həmin illərdə Grieg, Andersen, Björnson və Ibsen'in mətnlərinə bir çox gözəl mahnılar bəstələyir. 1869-cu ildə bəstəkar İlk dəfə tanınmış bəstəkar və folklorçu Lindermanın tərtib etdiyi Norveç musiqi folklorunun klassik məcmuası ilə tanış olur. Bu tanışlığın nəticəsində Grieg fortepiano üçün Norveç xalq mahnı və rəqsləri silsiləsini yazır. Burada əks olunan obrazlar aləmi olduqca genişdir. Sevilən xalq rəqsləri, Halling və Springdans, müxtəlif məzəli və lirik, əmək və kənd mahnıları. Bu silsilə musiqi sevərlərin geniş kütləsi üçün əlçatan olan bir sıra asan fortepiano pyesləri kimi düşünülsə də, Grieg üçün yaradıcılıq laboratoriyası rolunu oynayırdı. Cəmi 2 il ikinci skripka sonatasını birincidən ayırır. Lakin musiqi daha yetkin, özünə məxsus, milli olaraq parlaq səslənir. İkinci sonata zənginliyi və mövzu müxtəlifliyi ilə onların inkişafının sərbəstliyi ilə fərqlənir. Özünün improviziyəli sərbəstliyinə görə qeyri-adi olan giriş və ondan sonra gələn rəqslə əsas mövzu xalq skripka ifaçılarında qəbul edildiyi kimi sanki ağır girişli springdansı ifadə edir. 1874-cü ildə Grieg Ibsen'dən məktub alır. Məktubda Peer Gynt dramına musiqi yazılması təklif olunur. Norveçin istedadlı yazıçısı ilə əməkdaşlıq bəstəkar üçün böyük maraq yaradır. 1874-cü il ərzində Grieg Ibsen'in dramına musiqini bəstələyir. Peer Gynt dramının 1876-cı ilin 24 fevral tarixində Kristianiyada səhnəyə qoyulması böyük uğur qazanır. Griegin musiqisi Ibsen'in pyesindən asılı olmayaraq, bəstəkarı Avropada böyük populyarlıq qazandırır. Grieg Norveç təbiətini hərarətlə sevirdi. Təbiətin möhtəşəmliyi və gözəlliyi qarşısında ehtiram, təbiəti incəliklə hiss etmə Griegin yaradıcılığında öz əksini tapır. Onun mahnılarını, Peer Gynt'ü, lirik pyeslərin bir çox səhifələrini, fortepiano konsertini və skripka sonatasını yada salmaq olar. 1878-ci ildən başlayaraq Grieg təkcə Norveçdə deyil, həm də Avropanın müxtəlif ölkələrində müxtəlif konsertlər verir və tanınır. Konsert səfərləri sistematik xarakter alır. Bəstəkara böyük məmnunluq gətirir. Almaniya, Fransa, İngiltərə, Hollandiya və İsveçin şəhərlərində konsert verən Grieg, dirijor, pianoçu Nina Griegə müşayiətçi kimi çıxışlar edir. 1888-ci ildə Leipzigdə Grieg Çaykovski ilə görüşür. 1898-ci ildə Grieg Bergendən birinci musiqi festivalı təşkil edir. Festivala dəvət olunan Amsterdam Simfonik Orkestri Norveç bəstəkarlarının əsərlərini ifa edir. Festival Norveçin həyatında böyük rol oynayır.
Peer Gynt'ün yaranmasından sonra Grieg fortepiano musiqisinin müxtəlif janrlarına, kamera instrumental, orkestr musiqisinə müraciət etməyi düşünür. 75-ci ildə fortepiano üçün ballada Griegin solo fortepiano əsərlərindən ən iri həcmlisi idi. 70-ci illərin sonunda Grieg iri həcmli instrumental formalar niyyəti ilə yaşayırdı. Fortepiano triosu, fortepiano kvinteti, fortepiano konserti haqqında fikirlər meydana gəlir. Lakin yalnız sol minor simli kvarteti tamamlanmış olur. Kvartet Griegin İbsen mahnılarından birinin mövzusu əsasında yazılır. Burada incəsənətin gözəlliyindən və gücündən bəhs edilir. Leit mövzu kimi əsərin hissələrini birləşdirir və işıqlı himlə tamamlayır. 1881-ci ildə fortepiano üçün 4 əllə çalmaq üçün Norveç rəqsləri yazır. Griegdən əvvəl yaratmış bəstəkarların Schubertin, Mendelssohn'un yaradıcılığında orijinal 4 əl üçün yazılan əsərlər musiqi həvəskarlarına əlçatan olan musiqi janrı kimi yayılmışdı. Bu pyeslərin niyyətinin və stilinin sadəliyi bununla bağlıdır. 1884-cü ildə Grieg fortepiano üçün Hallberg zamanlarından suitasını yazır. 18-ci əsr yazıcı maarifçisi Ludwig Holbergin yubiley günlərində musiqili abidə kimi yaradılan suita 18-ci əsr musiqisi stilində yazılmışdı. 80-ci illərdə Grieg iri həcmli kamera instrumental əsərləri, violonçeli və fortepiano üçün sonatanı və skripka və fortepiano üçün 3-cü sonatanı yazır. Böyük fasilədən sonra bəstəkar yenidən lirik pyeslərə müraciət edir. 80-ci illərdə lirik pyeslərin 2-ci, 3-cü və 4-cü dəftərləri yazılır. Bu illərdə Grieg çoxlu mahnılar bəstələyir. Bu mahnılar Norveç, onun təbiəti və insanları haqqında canlı sözlər kimi səslənirdi. Griegin kamera lirik janrlara meyliliyi bu illərdə yeni, özünə məxsus tərzdə əks olunur. Öz mahnılarının fortepiano transkripsiyasının 2 silsiləsi yaranır. Grieg özünün sevdiyi musiqili, poetik obrazlarına yeni həyat verir. Onlar Solveigin mahnısı, İlk Görüş, Şairin Ürəyi, Şəhzadə qız və digərləri. 1890-cı ildə və 1900-cü illərin başlanğıcında Grieg daha çox fortepiano musiqi və mahnılara meyl edir. 1891-1901-ci illərdə Grieg lirik pyeslərin 6 dəftərini yazır. Griegin bir neçə vokal silsilələri də bu illərə aiddir. Çox saylı xalq mahnılarının işlənməsi ilə məşğul olan Grieg 1896-cı ildə Norveç xalq melodiyaları adlı silsiləni təbiətin və lirik mülahizələrin 19 incə janrlı yazır. Griegin sonuncu iri həcmli orkestr əsəri, simfonik rəqsləri xalq mövzuları əsasında yazılmışdı. Xalq rəqslərinin istifadə xarakterinə, ümumi kompozisiya tamlığına görə simfonik rəqslər, Norveç rəqslərinin silsiləsini davam edir. 1903-cü ildə xalq rəqslərinin fortepiano üçün yeni işlənməsi işıq üzü görür. Özünün əvvəlki sərbəst poetik işlənmələrindən fərqli olaraq Grieg bu silsilədə rəqslərin xalq skripka ifaçılarının əldə etdiyi səslənmə xüsusiyyətlərinin qorunmasına çalışır. Ömrünün son illərində Grieg Mənim İlk Uğurum adlı ağıllı və avtobioqrafik povestini və Mozart və onun müasirlik üçün əhəmiyyəti adlı proqram məqaləsini nəşr etdirir. Bu nəşrlərdə bəstəkarın yaradıcılıq əqidəsi, özünə məxsusluğa, öz stilinin musiqidə öz yerini müəyyən olunmasına cəhdlər və klassik, incəsənətin yüksək ideyalarına, realistik və bədii mükəmməlliyə sədaqət parlaq şəkildə ifadə olunmuşdu. Ağır nasazlığa baxmayaraq Grieg ömrünün axırına kimi yaradıcılıq fəaliyyətini davam etdirir. 1907-ci ilin aprelində bəstəkar Norveçin, Danimarkanın və Almaniyanın şəhərlərində böyük konsert səfərini həyata keçirir. 1907-ci ilin 4 sentyabrında Grieg Bergendə vəfat edir.